Deməli, müəllimlər dedik ki, pedaqoji tələblərimiz hansılardır? 9 pedaqoji tələb var. Baxın, 9 pedaqoji tələb var və tərbiyəçi müəllim bunları reallaşdırmalıdır. Bunlara əməl etməlidir. Pedaqoji prosesin tamlığını açar sözlərlə qeyd edirəm. Dərinliyini digər videoda baxarsınız. Pedaqoji prosesin tamlığı dedikdə təhsil, təlim, tərbiyənin kompleks halında təşkil edilməsi, yəni baxın, öyrədici dərsin tərbiyə edici və inkişaf etdirici olmasıdır. Baxın, 3 hissədən ibarətdir. Hansı hissədən? Öyrədici odur ki, müəllim sadəcə əzbərə uşağa məlumat öyrədir. Sadəcə əzbərə məlumat verir. Bax, öyrədici odur ki, nəsə öyrətdim uşağa. Nə olur olsun. Alma haqqında da məlumat versin, məlumat ötürdü, öyrətdim uşağa. A hərfini öyrətdim. Amma uşağı tərbiyə etmədim. Biraz öncə dedim, bax, bitkilər haqqında uşağa məlumat verirəm, su haqqında verirəm, torpaq haqqında məlumat verirəm, amma tərbiyə etmirəm uşaq. Yəni, məzmunu izah edirəm, mahiyyətini vurğulamıram. İnsan həyatında nə kimi rol kəsb edir, necə davranmaq lazımdır, onu izah etmirəm. Deməli, tərbiyə edici yoxdursa, nə pozulur? Pedaqoji prosesin tamlığı. Və mən qeyd etdim ki, amma, ancaq, lakin sözləri varsa cümlədə, yəni biri təsdiq, biri inkarla verilirsə, yenə pedaqoji prosesin tamlığı pozulur. Deyəcək, tərbiyəçi müəllim məlumat ötürdü, amma və ya lakin, ancaq uşaqlara onun mahiyyətini izah etmədi. Hansı tələb pozulur? Pedaqoji prosesin tamlığı. Bir də ki, təlim nəticələrinə çatmaq. Baxın, təlim nəticələrinə, yəni məqsədə çatmaq. Əgər tərbiyəçi müəllim təlimin sonunda məqsədinə çatmırsa, hədəfini reallaşdırmırsa, pedaqoji prosesin tamlığı reallaşar? Xeyr. Yəni, uşaqları inkişaf elətdirmədi də. Uşaqlar, belə deyim, inkişaf olunmadı. Mənim bugünkü təlimimin məqsədi nədir? Uşağı inkişaf elətdirmək. Uşağa bilik, bacarıq ötürmək, onda formalaşdırmaq. Amma mən məqsədimə çatmadım. Formalaşdı, yəni pedaqoji prosesin tamlığı reallaşdı? Xeyr. Yenə qeyd edirəm. Necə olmalıdır təlimimiz, dərsimiz? Öyrədici, tərbiyə edici və inkişaf etdirici. Situasiya necə yaranır? Deyəcək ki, uşaqlar bu haqda məlumatı var, amma necə etmək lazımdır bilmir. Bunu bilir, amma bunu bilmir. Müəllim bunu ötürdü, amma bu haqda məlumat vermədi. Tərbiyəçi bu haqda uşağı məlumatlandırır, lakin bu xüsusi məqamları, yəni mahiyyətini izah etmir. Uşaq yol hərəkəti qaydalarını bilir, amma həyatda tətbiq edə bilmir. Amma görürsüz, deməli nədir? Pedaqoji prosesin tamlığı pozulur. Və yaxud müsbətlə də verə bilər. Deyək ki, uşaqlar bitki haqqında məlumatları var, bilirlər ki, onlar insanların həyatında nə kimi rol kəsb edir, mahiyyəti nədir, ona qulluq edirlər. Deməli, tərbiyəçi hansı tələbi reallaşdırdı? Pedaqoji prosesin tamlığı, yəni tərbiyə də etdi uşaqları. Və yaxud uşaqlar suyun insan həyatında nə qədər önəmli olduğunu bilir və bilir ki, dünyada su qıtlığı var. Çünki tərbiyəçi məlumat verir də, tərbiyə edir uşaqları. Ona görə suyu israf etmirlər. Deməli, hansı tələb reallaşdı? Pedaqoji prosesin tamlığı. Yenə qeyd edirəm. Baxın, bu üçü və təlim nəticəsi, yəni məqsədə çatmaq. Tərbiyəçi əvvəlcədən hədəfini müəyyənləşdirməlidir ki, bu üçünü də reallaşdırsın. Yəni, məqsədə çatması da pedaqoji tələb pozulur, çatsa da pedaqoji tələb reallaşır. Daha sonra PDF sonra göndərəcəm sizə nümunə kimi. Təhsildə bərabər imkanların yaradılması, bərabər imkanlar, yəni bütün uşaqlar üçün, bütün uşaqlar, hər bir uşaq üçün eyni təlim şəraitinin yaradılması. Baxın, bütün uşaqlar üçün eyni təlim şəraiti. Amma eyni təlim şəraitini yaratmama baxmayaraq, diferensiallığı da nəzərə alacam. Çünki bərabər imkanlar yaratmaq, yəni necə imkan? Bax, deyək ki, sizə gəlin başqa bir nümunə deyim. Bax, tərbiyəçi müəllim hər birimizə, deyək ki, hər hansı bir pirojna almaq istəyir. Mənim imkanım yoxdur, mən kasıbam, yanımdakı uşaq da imkanlıdır. İndi müəllim elə etməlidir ki, o pirojnadan ikimiz də yeyək. Ona biraz bahalı pirojna ola bilər, mənə biraz ucuzunu. Amma əsas odur ki, ikimiz də yeyirik. Bir də var ki, məni bəlkə edən belə bahalı bir kafeyə aparır, mən də orada heç imkanım çatmır heç almağa, kənarda hər kəs yeyir, mən də onların ağzına baxıram. Bərabər imkandır, imkan deyil, mənim heç imkanım olmadı, kənarda məyus oluram, belə boynu bükük qalmışam ki, hər kəs yeyir, mən deyil. Bax, odur. Ona görə yadınızda saxlayın, bərabər imkanlar yaratmaq bütün uşaqlar üçün eyni təlim nədir? Yəni, hər bir uşaq güşədəki vəsaitlərdən istifadə edir. Mən də gedirəm, elm güşəsinə, orada lupanı götürürəm, başqa bir uşaq da gəlir götürür. Əgər müəllim mənə icazə verib, digər uşağa icazə vermirsə,
bərabər imkan pozulur. Və yaxud tərbiyəçi müəllim dərs keçir, mən çox fəalam. Mən necə danışıram. Müəllim də işi danış. Amma biraz sakit oturan uşağı arxa planda saxlayır, yoxsa sakit durur da. Nəyə pozdur bərabər imkanları? Görürsüz, burada inklüzivliyi nəzərə almıram. Bax, niyə inklüzivliyi qeyd edirəm? Çünki səhv sala bilərsiniz. Orada çünki belə bir müqayisə var. Burada, misal üçün, fərqliyə görə fərq qoymur uşaqlar arasında. Sadəcə gərəzli davranır da, gərəzli davranır. Və yaxud bax, dərs izah edir, dərsi sadəcə izah edir. Nə əyani vəsaitlərdən istifadə etmir, nə uşaqlar üçün praktik bir mühit qurmur ki, uşaqlar tədqiqat aparsın və s. Nəyə pozdur bərabər imkanları? Düzdür? Yəni, təhsilli bərabər imkan dedik. İnfrastruktur, bir də ki, meyl marağı nəzərə alınması. İnfrastruktur, biraz öncə də qeyd etdim, güşələrdir, vəsaitlərdir. Onlardan hər bir uşağın istifadə etməsi, hər bir uşaq üçün əlçatan olması. Baxın, bərabər imkan hər bir uşaq üçün əlçatandır. Məndə də qələm var, digər uşağa da qələm verir. Əgər mənə verib digərinə vermirsə, pozulur. Və yaxud meyl maraq, biraz öncə qeyd etdim, uşaq yönümlüdə də var. Situasiya verəndə variantda ya təhsillə bərabər imkanını verəcək, ya uşaq yönümlü. Meyl maraq nə idi? Nə edirdi tərbiyəçi müəllim? İstiqamətləndirirdi uşaqları, həvəsləndirirdi, onun öyrənmə tərzini nəzərə alırdı. Tapşırıq verəndə güclü öyrənənə çətin, zəif öyrənənə asan tapşırıq verir ki, hər bir uşaq belə deyim, öyrənsin, yəni passiv olmasın, həm də ruhdan düşməsin. Daha sonra misal üçün sual verir, baxır ki, mən yaxşı danışa bilmirəm, nitq qabiliyyətim yoxdur. Mənə biraz qapalı sual verir, digər uşağa açıq. Yenə nə edir? Yəni mənim həvəsimi də salmır, maraqlandırır. Öyrənmə tərzində biraz öncə dedik. Öyrənmə tərzi nə idi? 3 cür dərs. Normalda 4-dür, amma bağçada 3-ündən istifadə edir. Yenə vurğulayıram. Yazıb oxuma bacarığı hələ uşaqlarda olmadığı üçün bağça dövründə texnika ilə tanış edirik də. Ona görə burada əsasən uşaqlar əyani, yəni vizual, audial, bir də kinestetikdən istifadə olunur. Daha sonra dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühit nə edir? Niyə bir də qeyd edirəm? Çünki müəllimlər, sonradan qoşulan müəllimlərimiz var. Onlar diləsin. Deməli, dəstəkləyici mühitin yaradılması dedikdə, maddi texniki baza, yəni infrastruktur, sağlam mənəvi psixoloji mühit, bir də təhlükəsiz təlim şəraiti. Baxın, üçü. Yəni, dəstəkləyici əslində bizim mövzumuzdur, yenə qeyd edirəm. İnkişaf etdirici mühit mövzusunu keçirik, ona aiddir də, inkişaf etdirici də vurğulanır adı, dəstəkləyici də qeyd olunur, öyrədici də qeyd olunur. Odur, yəni uşağı inkişaf elətdirmək üçün nə lazımdır mənə? Vəsaitlər lazımdır. Yəni, maddi texniki baza olmalıdır ki, mən uşağı inkişaf elətdirim. Bu da hansı komponentə aid idi? Fiziki komponentə. Yəni, əgər mənim vəsaitim yoxdursa, mən necə uşağa göstərəcəm ki, uşaqlar, baxın, bu pingvindir, bu şaxta babadır, bu şam ağacıdır. Necə məlumat verəcəm? Axı körpədir, ona əyənili təmin etmək lazımdır. Bunu da keçdik, göstərmirəm. Tapşırıq verəcəm. Tapşırıq verirəm ki, uşaqlar şam ağacı çəksinlər. Necə çəkəcək? Necə şam ağacı çəkə bilər? Axı, məndə nə qələm yoxdur, nə də ki, albom yoxdur. Hara çəkəcək, necə çəkəcək? Anlaşırsınız, görürsünüz, yenə çatmadıq. Yəni, infrastruktur qismi tamamlanmadı. Ona görə mütləq ki, nə olmalıdır? Ya tərbiyəçi müəllim özündən gətirə bilər. Baxın, dəstəkləyici mühitdə özünün var, hər bir şey əvvəlcədən hazırlayıb, konstruktiv də müəllimdir. Özünə vəsaitlər gətirir. Görür ki, bağçada yoxdur. Bağçaya gəlir, görür, yoxdur da. İndi nə etsin? Uşaqları inkişaf elətdirməsin, özündən hazırlayır, gətirir. Və yaxud uşaqlarda nəyi formalaşdırmaq istəyir? Deyək ki, rəqəmsal savadlılığı formalaşdırmaq istər. İndi gətirir ona oyuncaqlar var da, hansı ki, Tetris falan təmin etmək üçün özü evdən gətirir, uşaqlara göstərir. Elə onlarda təəssüratları formalaşdırır. Evdən gətirir o vəsaitləri, uşaqlarda həmin o dəstək verir də, öz işinə dəstək olur və uşaqları inkişaf elətdirir. Daha sonra sağlam mənəvi psixoloji mühit nədir? Əziz müəllimlər, yenə qeyd edirəm. Sağlam mənəvi psixoloji mühit əslində uşaq yönümlülüyün də tələbidir. Yəni mütləq. Biz bu mühiti təmin etməliyik. Bu da sosial komponentidir, dəstəkləyici, yəni inkişaf edici mühitin. Sosial komponent niyə? Çünki insanlar necə sağlam mənəvi psixoloji mühit ola bilər? Əgər ki, mən bütün günü qrupda qışqırıramsa, təsəvvür edin, bax özünüz götürün, uşaq olmasın. Bütün günü mən qışqırıram yanınızda, səsim başınıza düşər. Düzdür, artıq yüksək səs eşidəndə əlinizi qulağınıza tutarsınız ki, yenə səs, başım ağrıdır. Və yaxud mən bütün günü vulqar ifadələr istifadə edirəm. Sən ki, zarafat edirəm, amma zarafatım elə zarafatdır ki, ortalığa çıxlas deyil.
Və yaxud mütəmadi olaraq sizi təhqir edirəm, alçaldıram, şəxsiyyətinizi alçaldıram. Özünüzü sağlam mənəvi psixoloji mühitdə hiss edərsiniz. Yəni sağlam mühitdə hiss edərsiniz. Sağlam psixologiyanız olar o zaman. Bax özünüz düşünün. Mütəmadi olaraq şiddətlə qarşılaşırsınız. Mütəmadi olaraq belə deyim, sizi alçaldırırlar, cəzalandırırlar. Bir dənə səhv etməyə qorxursunuz. Səhv edən kimi müəllim qaça-qaça yanından çıxır. Niyə bunu qırdın? Niyə bunu belə etdin? Niyə bunu belə çəkdin? Artıq özünüzə inamınız qalmır. Qorxursunuz artıq nəsə bir işi görəndə. Tam o yaradıcı potensialınızı da sərgiləyə bilmirsiniz ki, yenə birdən bunu edərəm, müəllim qışqırar. Aha. Alırsınız ona görə nə etmək lazımdır? Baxın, müəllimdə, müəllimin özü ən başlıca elə müəllimdir. Müəllim özü sağlam mənəvi psixoloji mühit qurmalıdır. Eyni zamanda uşaqların da ona əməl etməsinə şərait yaratmalıdır. Ola bilər ki, mən əməl edirəm. O qədər hər zaman uşaqları həvəsləndirirəm, baxıram hansısa özünə qapanır, onu motivasiya edirəm, ruhlandırıram. Daha sonra baxıram ki, misal üçün digər uşağı incidir. Mən amma buna göz yumuram. Deyirəm ki, heç nə olmaz. Əsl odur ki, mən pozmuram bu mühiti. Uşaqlar bir-birini incitsə də olar. Yenə pozulur mənəvi psixoloji mühit. Axı o digər uşaq travma alır və yaxud heç bir-birini incitmirlər, amma səslərini atdılar uşaqlar başına, digər uşaqlara mane olurlar, qışqırırlar. Mən də buna göz yumuram. Yenə bu mənəvi psixoloji mühit pozulur. Yəni yadınızda saxlayın, niyə komfort zonası deyirəm? Yəni uşaqların özünü güvəndə hiss edəcəyi bir mühit. Görür ki, uşağa seçimdə haqqı verirlər, söz haqqı da verirlər. Uşağı səhv etsə belə onun dəyərli olduğu vurğulanır. Müəllim onu dəstəkləyir, həvəsləndirir, ruhdan salmır. Mütəmadi olaraq, belə deyim, uşağın özünə inamını artırır və uşaqlar arasında da əməkdaşlığı formalaşdırır ki, bir-birini alçaltmasınlar, bir-birini rəqib gözündə görməsinlər, bir-birinə kin-nifrət bəsləməsinlər. Bu mənəvi sağlam psixoloji mühit. Təhlükəsizlikdə biraz öncə qeyd etmişdim. Təhlükəsizlik ümumiyyətlə ən başlıca uşaqların hüququdur ki, təhlükəsiz təlim şəraiti ilə təmin olunsunlar, bütün təhlükənin hər bir növündən, şiddətin hər bir növündən qorunsunlar. Və təmin edən kimdir? Tərbiyəçi müəllim. Çünki mən uşaqlara məsuliyyət daşıyıram da, uşaqların təhlükəsizliyindən. Təsəvvür edin, mövzumuz yenə qeyd edim də, deyək ki, buxar haqqında uşaqlara məlumat veririk, fincanda qaynar su gətirmişik. Mən əgər o təhlükəsizliyi təmin etməsəm, uşaq üstünə düşər, yandırar. Nə cavab verəcəm valideynə? Və yaxud güşələrdə elə materialda oyuncaqlar var ki, uşağı kəsə bilər, yəni kəsici, deşici materiallardandır. Yenə uşaqlar bir-birinə xəsarət yetirər. Təhlükəsizliyi təmin etdim, xeyr. Yəni müəllim hər bir addımda uşaqları nəzərə almalıdır ki, bunlar çox fəaldırlar da, uşaqlar çox aktivdirlər və həqiqətən 200 qırpımında elə hərəkətlər edirlər ki, yəni siz həqiqətən belə peşəkar olmasanız, onu əvvəlcədən təxmin etməsəniz, o uşağın başına nələrsə gələ bilər. Və müəllim nə etməlidir? Əvvəlcədən hər bir şeyin qarşısını almalıdır. Bax, xarici stulların ucu görürsüz, biraz biz olur. Ona qoruyucu taxmalıyıq ki, uşaqlar xəsarət almasın. Pəncərənin önünə yenə deyirəm, dipçəklərdə gül qoymaq olmaz. Uşaq gedir, onu çəkir, başına salar və s. İndi onu özünüz hər biriniz bilirsiniz. Yaxud deyirəm, uşaqlar qaçmayın, bax, qaçacaqsınız, dəhlizdə baş-başa dəyib başınızı yaralayacaqsınız və s. İndi bunu o qədər sizə nümunə vermək olar. Sonra deməli nəyə diqqət yetirək? İnfrastruktur dedikdə, baxın, burada yəni fiziki komponentə nələr daxil idi? Hər bir şey, güşələr və saytlər, hər bir şey və burada gördüyünüz hər bir şey fiziki komponentdir və inkişaf edici mühitə aiddir. Sonra fəaliyyətin stimullaşdırılması. Stimullaşdırmaq, yəni həvəsləndirmək, aktivləşdirmək, bir növ belə yadınıza saxlayın. Yəni tərbiyəçi müəllim təlimi səmərəli və effektiv qurur. Səmərəli və effektiv. Burada açar sözlər səmərəli və effektiv olacaq, baxın. Səmərəli, effektiv. Çünki tərbiyəçi müəllim nə edir? Uşaqları mütəmadi olaraq inkişafını, yəni dərs boyu, dərsin sonunda deyil, dərs boyu uşaqları müşahidə edir, qeydlər aparır, görür səhvi var, tez nə edir? Müdaxilə edir, vaxtında verilməlidir axı rəy. Konstruktiv rəy deyirik. Baxın, burada da yazmışam. Konstruktiv rəyin xüsusiyyətlərini bilirsiniz hər biriniz. Vaxtında verilməlidir. Bu gün uşaq səhv edib, mən onu bir həftədən sonra niyə qeyd edim? Özüm də unudacam ki, harada səhv edibdir. Onun üçün vaxtında tez səhvini qeyd edirəm və onu aradan qaldırırıq. Və konstruktiv, effektiv rəy verməliyəm. Uşağı ruhdan salmamaq üçün həssas olmalıdır. Yəni, konstruktiv rəy ümumiyyətlə uşağın inkişafına istiqamət verən rəydir. Deyirəm ki, bax, sən bunu nə gözəl etmirsən.
Amma burada sanki biraz çatışmır. Düzgün rəngi seçməmisən, qolunu biraz yanlış düzəltmisən. Gəl onun da üzərində çalışaq, daha yaxşı nəticəmiz olsun. Uşağı yönləndirirəm ki, həmçinin həvəsləndirirəm. Həvəsdən salmıram. Həvəsdən salsam fəal olmayacaq, aktiv olmayacaq, stimul vermirəm uşağa. Anlayırsınız, maraq yaratmıram uşaqda. Əksinə marağını söndürürəm. Deyirəm ki, onsuz da bacarmayacaqsan, yalanca o qədər elə ki, yenə səhv etdin. Bilirdim ki, onsuz da səhv edəcəksən. Sizcə fəaliyyətini stimullaşdırıram, aktivləşdirirəm uşağın fəaliyyətini. Xeyr, passivləşdirirəm əksinə. Yəni tərbiyəçi müəllimi mütəmadi olaraq uşağın dərs boyu inkişafını izləməlidir. Dərsini səmərəli, aktiv və effektiv şəkildə təşkil etməlidir. Uşaqlara vaxtında səhvlərini görüb onları düzəltməlidir, yəni istiqamət verməlidir. Yəni konstruktiv rəy, əks əlaqədən istifadə etməlidir. Bu da oldu, deməli bizim fəaliyyətin stimullaşdırılması. Yəni konstruktiv rəy nədir? Uşaq necə fəaliyyət göstərib, uşaq daha yaxşı necə fəaliyyət göstərə bilər. Yəni mən proses boyu uşaqları izləyirəm, baxıram ki, uşaq buna qadirdir. Mən də düşünürəm ki, daha yaxşı necə bacara bilər və uşağı həvəsləndirəm, yön verirəm, istiqamət verirəm və daha yaxşı nəticə əldə edirik. İnklüzivlik dediyimiz kimi, inklüziv təhsil nə idi? Bütün uşaqlar üçün, hər bir uşaq üçün təhsilin əlçatan olması. Yəni hər bir uşağın hüququdur ki, haqqıdır ki, təhsillə təmin edilsin. Əvvəllər sim uşaqlar kənarda qalırdı. Bu təhsil vasitəsilə bütün uşaqlar təhsilə cəlb olunub. Və indi tərbiyəçi müəllim əgər ki, fərqi sırf hər hansısa bir məhdudiyyətə görə, yəni istər psixoloji, istər belə deyim, fiziki cəhətdən, hər hansı və yaxud nitq cəhətindən, hər hansı bir məhdudiyyəti varsa, tərbiyəçi də onu mütəmadi olaraq göz önündə saxlayırsa və uşağı buna görə qərəzli davranırsa, inklüzivlik pozulur. Yəni tərbiyəçi müəllim həm özüdə mədəni müxtəlifliyə sahib olmalıdır, uşaqlarda da formalaşdırmalıdır. Yəni mən ola bilər ki, uşaq yenə qeyd edirəm, zəif görür, onu aparım arxa partada oturduram, arxa stolda oturdururam. Görməyəcək axı, inklüzivlik pozuldu. Çünki nə qeyd edir? Deyir, sim uşaqları üçün inklüziv təhsili təşkil et. Bax görürsüz, dövlət siyasətinin prinsiplərinə aiddir. Bu deyir, bütün sim uşaqları varsa, hətta vəzifələrindəndir. Sim uşağı varsa, inklüziv təhsili təşkil et. Və mən təşkil etmirəm, göz ardı saxlayıram. Deyirəm, get otur kənarda sakitcə. Uşaq zəif eşidir, heç mənə maraqlı deyil, get arxada otur. Baxıram ki, uşaqda fiziki hər hansı məhdudiyyət var, elə tapşırıqlar verirəm ki, bu uşaq kənarda qalır. Güşələri, oyuncaqları elə düzürəm ki, ancaq uşaqlar ayaq üstə gedib boy götürə bilər, halbuki uşaq götürüb istifadə edə bilmir. Nə etdi müəllim? Qərəzli davrandı, amma məhdudiyyətinə görə qərəzli davrandı, anlayırsınız? Deməli, inklüzivliyi pozur. Və yaxud yenə qeyd edirəm, ləhcəsinə görə uşağı əllə salırlarsa, irqinə, dininə, cinsinə, etnik mənsubiyyətinə, bu da əslində əlaqəli, əlaqələndirib deyə bilərsiniz. Amma burada daha çox inklüzivlikdə əsas nə olacaq? Fiziki və mənəvi mənəvi deyirəm, fiziki və psixoloji cəhətdən uşaqda hər hansı bir məhdudiyyət var və o mütəmadi olaraq uşağın üzünə vurulursa, uşağa sən onsuz da xəstəsən, səndə onsuz da alınmayacaq, sən danışma, onsuz da iki sözü yan-yana qoşub ifadə edə bilmirsən fikrini və sair kimi qeyd ediriksə, nə olur? İnklüziv təhsil pozulur. Bir də ki, nəyi qeyd edim? İnklüziv təhsilin əsas, yəni inklüzivlik tələbin əsas prinsipi nədir? Bütün uşaqların özünü emosional cəhətdən rahat, güvənli bir yerdə hiss etməsi. Yəni görür ki, müəllim onun üzünə vurmur ki, sən xəstəsən, səndə hər hansı bir məhdudiyyət var. Çox-çox üzr istəyirəm, bu ifadə etməyə də xoş deyil, amma yəni vurmur da, tibbi yanaşmada deyil. Onun diaqnoz qoymur uşağa. Anlayırsınız? Yəni mütəmadi olaraq əksinə onu da fəaliyyətə, prosesə cəlb edir, onu da dəstəkləyir, bütün uşaqların birgə iştirakını təmin edir. Hər bir uşaq üçün, hər bir uşaq, bax, sim uşaqları üçün də əlçatan olmasını təmin edir vəsaitlərin və s. Deməli, inklüzivlik burada reallaşdı. Daha sonra deməli, inkişaf yönümlülüyü dedik, uşaqların təhsil nailiyyətlərinin dəyərləndirilməsi, dəyərləndirmə. Bax, prosesin sonudur bu. İnkişaf yönümlülük dərsin sonudur. Müəllim nə edir? Uşaqların nailiyyətlərini təhlil edir, baxır ki, uşaq bu mövzunu necə mənimsədi, necə öyrəndi, zəifliyi varsa, nə edir? Yenidən üzərində qalır, yenidən izah edir. Yox, hazırdırsa yeni mövzunu keçir.
Fəaliyyətin stimullaşdırılması dərs boyu uşaqları izləmək. İnkişaf yönümlü dərsin sonunda uşağı izləyirəm ki, görüm məqsədə çatdım, yoxsa çatmadım. Bax, bu inkişaf yönümlü nə ilə əlaqəli idi? İnkişaf yönümlü inkişafın izlənməsi qiymətləndirməmizlə və mən o qiymətləndirməni niyə aparırdım? Qiymətləndirməni aparırdım ki, görüm məqsədə çatmışam, yoxsa deyil. Yəni, hədəfimə çatdım, reallaşdırdım, yoxsa deyil. Bu da ondan əlaqəlidir də. İnkişaf yönümlü nədir? Mən yoxlayıram görüm, yəni uşaqları inkişaf elətdirə bildim, yoxsa yerində sayılır uşaqlar. Yəni bugünkü mövzunu mənimsətdim uşaqlara, yoxsa zəif nəticə göstərdilər, heç mənimsəməyiblər. Ona görə də tədbirlər görürəm. Bax, burada açar sözlər tədbir görmək. Tədbir, tədbir görmək nədir? İnkişaf yönümlü. Uşaqların nailiyyətini təhlil etmək nədir? İnkişaf yönümlü. Bilmirəm, burada niyə rəhli açılmayıb. Əslində PDF o qədər rəngli, əsas yerləri rəngli qeyd etmişəm ki, asan öyrənərsiniz. Yenə göndərəcəm, baxarsınız siz. Deməli, nə edir? İnkişaf üçün perspektivlərini ehtiva edən kompleks tədbirləri həyata keçirir. Bax, tədbirlər görürəm. Necə tədbir? Baxdım ki, uşaq zəif öyrənib, tədbir görürəm. Tez bir də izah edirəm ki, mənimsəsin bu mövzusunu. Axı mənimsəməsə, yeni mövzu keçsəm nə fayda? Köhnəni mənimsəmək, bunu da öyrənməyəcək də. Onu öyrənməyib, sanki üst-üstə torpaqlar atıb dağ düzəldirəm. Anlayırsınız? Ona görə mütləq ki, tədbir görülməlidir və ona uyğun davranılmalıdır. Burada dedik ki, əməkdaşlıqdır, valideynin haqqıdır, hüququdur. Müəllimin də nə idi? Vəzifəsidir ki, əməkdaşlıq etsin, valideynlərin bilavasitə təlim prosesində iştirakını təmin etsin. Birgə əməkdaşlıq vasitəsilə uşaqları hərtərəfli inkişaf elətdiririk. Baxın, uşaqları, onu da harasa apardım, uşaqları hərtərəfli inkişaf elətdiririk. Aha, deməli, ona görə əməkdaşlıq çox vacibdir. Yəni, tərbiyəçi, müəllim təktərəfli uşağı hərtərəfli inkişaf elətdirə bilməz. Çünki mən tək səy göstərsəm, evdə valideyn ona əməl etməsə, uşağı yarıya yarıda. Yarısında mən, misal üçün, mənfi vərdişləri aradan qaldırım, valideyn evdə onu əksinə formalaşdırır, dəstəkləyir. Necə nəticəyə çatacam? Bir də sonuncu nə qalır bizdə? Qalır uşaq yönümlü ilə şəxsiyyət yönümlü. Uşaq yönümlü yenə qeyd edirəm, uşaqların meyl maraqlarını, təhsil tələbatını, yaradıcı potensialının inkişaf olunması, dəstəklənməsi. Ona görə tərbiyəçi müəllim əyani vəsaitlərdən istifadə edir, oyunlardan istifadə edir, maraqlı məşğələ təşkil edir, uşağın yaradıcı potensialını, yəni baxır, rəqs etməyi sevir, o tərəfdən dəstək olur, o istiqamətdə dəstək olur. Baxır, uşaq idman dərsini sevir, o istiqamətdə dəstək olur. Yəni, əngəlləmir uşağın yaradıcı potensialını, əksinə dəstək verir. Uşaq yönlüdür və uşağı nəzərə alır. Hər addımında uşaq mərkəzdədir, hər addımında. Yəni, mən hər addım atanda düşünürəm ki, uşaqlar bugün bu dərsdən nə qazanacaq? Mən uşaqlara nə verə biləcəm? Uşaqlara maraqlı olacaqmı? Bu iş stoluna seçsəm, istifadə etsəm, uşaq fəal şəkildə iştirak edəcəkmi? Hər bir addımımı atarkən uşağı nəzərə almağımdır. Baxın, uşağı nəzərə almağım, uşağın istəyini nəzərə almağım. Ola bilər ki, uşaq deyir ki, müəllimə, mən bu dərsi yaxşı anlamadım, bir dəfə də izah edə bilərsiniz? Mən nəzərə alıram. Uşağın baxıram ki, rəsmə marağı var və mən onun yaradıcı potensialını daha da inkişaf elətdirirəm. Dərsdə oyunlardan istifadə edirəm. Dərsi maraqlı təşkil edirəm. Dərsdə əyani vəsaitlərdən istifadə edirəm. Niyə? Uşaq üçün. Yaxşı mənimsəsin deyə mövzunu. Düzdür, uşaq yönümlü olurmu? Əlbəttə. Hətta interaktiv metodlardan istifadə edirəm. Yəni, necə istifadə edirəm? Uşağın marağına əsasən. Yəni, baxırım ki, bu metodları, yəni iş üsullarını istifadə edəndə uşaq fəal iştirak edir. Fəal iştirak edirsə, yəqin ona maraqlıdır ki, fəal iştirak edir. Çünki maraqlı olmasa passiv olar. Görürsünüz, uşağı nəzərə aldım, bəli. Yəni, uşaq yönümlülüyün tərifi necə idi? Uşaqların meyl marağının nəzərə alınması, təhsil tələbatının öyrənilməsi, yaradıcı potensialının inkişaf olunması. Meyl maraq qeyd etdiyim kimi bir bərabər imkanlar da var, bir də uşaq yönümlülükdə. Situasiya yaradanda sizə variantlarda ya uşaq yönümlü olacaq, ya bərabər imkanlar. Yəni, ona görə narahat olmayın ki, müəllimə, bəs burada nəsə açar söz olmalıdırmı? Necə onları ayırd edək? Açar söz lazım deyil, çünki eyni mahiyyəti, eyni mənanı kəsb edir deyə variant da verəndə ikisindən birini verəcək. Ya uşaq yönümlü, ya bərabər imkanlar.
Tərbiyəçi müəllim yaradıcı potensial nədir? Uşaqların hər birinin bir növ intellektlər mövzusunu keçmisinizsə məlumatınız var. Uşaqların hər birinin özünün öyrənmə tərzi, özünün intellekti var. Yəni bir sahəyə marağı var. Elə uşaq var, rəsmi sevir, eləsi var, riyaziyyata marağı var. Elə uşaq var, rəqs etməyi sevir, eləsi var, fiziki mədəniyyət məşğələsində çox fəaldır və tərbiyəçi müəllim onları bu şəkildə, yəni bu istiqamətdə dəstəkləməlidir, həvəsləndirməlidir. Yəni icazə verməməlidir ki, o maraq, o yaradıcı bacarıqlar sölsün. Əksinə elə şərait yaratmalıdır ki, uşaqlar, yəni uşaq yönümlü yanaşır da, uşaqları həvəsləndirir, onlara dəstək olur, onların yaradıcı potensialını inkişaf elətdirir. Yenə qeyd edirəm, oyunlardan istifadə edir. Niyə istifadə edir? Uşaqlara maraqlı olsun deyə uşağı nəzərə alır. Uşağın fəal iştirak edəcəyi iş üsullarından istifadə edir. Niyə? Çünki uşağa maraqlı olacaq da, o zaman fəal iştirak edəcək. Daha sonra əyani vəsaiti istifadə edirəm. Niyə istifadə edirəm? Bilirəm ki, uşaqlar o zaman mövzunu daha yaxşı mənimsəyəcəklər. Görürsünüz, yenə uşağı düşünürəm. Yəni uşaq yönümlü əslində müəllimin hər addımını atarkən uşağı nəzərə almasıdır. Hər bir şeydə uşağı nəzərə alır. Alırsınız hər bir şeydə. Bax, deyir ki, bu gün mən bu dərsi keçəcəm, uşaq nə qazanacaq? Görürsünüz, uşağı düşünür yenə, plan qurur ha. Plan qurma normalda didaktik prinsiplərdən bilirsiniz də, nəticə yönümlüdür. Amma plan qurarkən ən vacib uşaq yönümlü didaktik prinsipi nəzərə alır. Necə nəzərə alırdı? Deyir, bu gün uşaq nə əldə edəcək? Mən bu gün uşağa nə qazandıracam? Uşaq bu məqsədə çata biləcəkmi? Uşağa bu iş üsulları maraqlı olub fəal iştirak edəcəkmi? Görürsünüz, yenə uşağı düşünürəm, yenə uşağı düşünürəm. Ona görə yadınızda saxlayın. Uşaq yönümlü hər zaman uşağı nəzərə almaq, onun istəyini, onun meyl marağını, onu həvəsləndirmək, onun yaradıcı potensialını inkişaf elətdirmək. Yəni hər zaman, hər addım atanda uşağı nəzərdə saxlamaq. Şəxsiyyət yönümlülüyü, yəni uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılmasıdır. Baxın, zəruri, vacib həyati dəyərlərin, bacarıqların formalaşdırılması. Hansı bacarıqlar idi bu? İdrak idi, ünsiyyət idi, psixomotor və milli bəşəri dəyərlər. Normalda şəxsiyyət yönümlüdən situasiya yaradanda milli bəşəri dəyərlərlə sizə situasiya, vəziyyət yaradır. Baxın, şəxsiyyət yönümlüyə aid vəziyyət yaradanda necə yaradır? İndi düzdür, qruplarda o qədər var ki, hər kəs bir psixomotor götürür, bir ünsiyyət götürür, elə mən özüm də əlavə edirəm. Amma imtahan tipli, yəni dövlətin təşkil etdiyi imtahanlarda necə olur? Milli bəşər dəyərlərlə verir. Şəxsiyyət yönümlülüyü, milli bəşər, yəni tərbiyəçi müəllim normalda didaktik prinsipdə Azərbaycançılıqda var deyə. Görürsünüz, orada biz fərqli izah edirik ki, siz ayırd edə bilərsiniz. Amma təlimin təşkilində də müəllimin ötürdüyü məlumatlar dövlət haqqında, rəmzlərimiz haqqında, atributlarımız hər bir şey haqqında da dövlətlə bağlı məlumat ötürürsə, şəxsiyyət yönümlüdür, təlimin təşkili prinsipində də. Buradakı tələbdə də şəxsiyyət yönümlülüyə aiddir. Əgər müəllim Azərbaycan haqqında məlumat verirsə, bayrağımız haqqında məlumatlandırır uşaqları, qazilərimiz haqqında məlumat verir, Qələbə parkı haqqında məlumat verir, hətta aparır uşaqları həmin o Qələbə parkına qənimətlərlə tanış edir. Hansı olacaq şəxsiyyət yönümlü? Milli bəşəri dəyərləri uşaqlarda formalaşdırır. Situasiya da elə olacaq. Amma yenə də istəsəniz fərqli bacarıqla da sizə izah edə bilərəm. Baxın, uşağın adından verir də normalda şəxsiyyət yönümlü. Deyir ki, uşaq asosialdır. Deyir ki, uşaqlarla əlaqə qurmur. Tərbiyəçi hansı tələbi və yaxud hansı prinsip uşaqda formalaşdırmalıdır? Və yaxud deyəcək ki, uşaq nə edir? Uşaq dərsi anlamır, başa düşmür. Ümumiyyətlə, söz deyirsən, səni anlayıb başa düşmür. Yenə uşaq öz münasibətini bildirir, deyək ki, nə ilə bağlı? Bax, tərbiyəçi müəllim ona vətənini sevirsənmi deyə sual yönləndirir. Uşaq da öz yanaşmasını, öz münasibətini bildirir. Dövlətimi mən sevirəm, nəyə görə sevir, onu əsaslandırır və s. yenə. Və yaxud deyir ki, normalda tənqidi uşaq yönümlü ilə əlaqəli olsa da, uşağın adına, misal üçün, münasibət bildirmək, öz mövqeyini sərgiləmək və s. şəxsiyyət yönümlüdədir. Və yaxud deyir ki, tərbiyəçi müəllim nə edir? Uşaqlara şəhidlərimiz haqqında məlumat verir, əsgərlərimiz haqqında məlumat verir. Yenə uşaqlar o məlumata əsasən izahlar verirlər, şəxsiyyət yönümlüdür. Uşaq özünü cəmiyyət içində apara bilir, şəxsiyyət yönümlüdür. Böyüklərə hörmət edir, şəxsiyyət yönümlüdür. Və yaxud əksinə. Böyüklərə hörmət etmir, özünü cəmiyyət içində aparmağı bilmir, adekvat davranışlar sərgiləmir. Adekvat nədir, əziz müəllimlər? Uşağa deyirəm ki, bax, yıxılacaqsa, məni vecinə olmur, elə bildiyini eləyib gedir, yıxılır. Bax, deyirəm ki, əlini vurma, yanacaq əlin. Şuuru çatmır da sanki uşağın, gedir əlini vurur, əlini yandırır.
Anlayırsınız? Yəni yerli davranışlar sərgiləmək adekvatdır. Yerində davranışlar sərgiləmək. Anlayırsınız? Təsəvvür edin, mən cəmiyyət içində oynayıram. Qapalı bir yerdə biraz ağır atmosfer olan. Mən də qalxıb öz-özümə oynayıram. Mənə deyirlər ki, bu adekvat davranış. Bunun bəlkə də şuuru zad satmır. Niyə belə hərəkət edir? Adekvat davranışda o deyil. Uşaqlar da eynilə körpədirlər, düzdür. Amma biz çalışmalıyıq, onlarda doğru davranışları formalaşdıraq, uşağı şəxsiyyətə çevirək. Çünki şəxs bütün, yəni körpələrdə hər kəs şəxsdir. Bax, şəxs mən dünyaya gəldiyim andan etibarən bir şəxsəm, bir fərdəm. Amma şəxsiyyət olmaq çətindir. Hər birimiz fərdik. Hər birimiz şəxsiyik. Amma şəxsiyyətimi o artıq sual altındadır. Yəni belə. Bir dəfə də ümumi keçirəm, sonra suallar verəcəm. Sonradan qoşulan müəllimlər üçün. İndi açıq suallar. Bax, deyir, uşaq bilir ki, bitkilərin qayğısına qalmaq vacibdir. Bunun üçün çiçəkdəki gülləri sulayır və onları gün işığının düşdüyü yerə qoyur. Bu zaman pedaqoji tələblərdən hansı reallaşır? İstəsəz sat bölməsinə də yazın. İstəsəniz səs açın, elə də qeyd edin. Tamlığı, Hansıdır? pedaqoji prosesin tamlığını. Ay, sağ olun. Deməli, Tamlıq. tərbiyəçi müəllim nəyi kompleks şəklində reallaşdırdı deyə bilərsiniz? Pedaqoji prosesin tamlığı nə idi? Gəlin bir saniyə buradan Həmi çıxaq. həmi göstərir, Gözləyin. həm də Belə səs qarışacaq. Gözləyin. Əl işarəsini qaldırın. Əl işarəsini qaldırın. Bu arada sertifikat almaq istəyənlər nömrə qeyd edəcəm bir dənə. Sertifikatı bir kurs var, o verəcək. Əlaqə saxlayıb alarsınız. Deməli, Aytən müəllimə. müəllimə orada həm məlumat verir, öyrədir bitkilər haqqında. Tərbiyə edici odur ki, onu necə yəni qorumalıyıq, o bizə nəyə görə lazımdır, biz təmiz hava üçün ya gözəllik üçün. İnkişaf etdirici də odur ki, uşağa yəni qabiliyyət formalaşır ki, sən onu suya bilərsən və o inkişaf edə bilər. Ay sağ olun. Ay sağ olun. Ümumiyyətlə insan həyatında mahiyyətini qeyd edir. Sulaya bilərsən deyil. Bəli. Yəni bitkilərin nə qədər vacib olduğunu, məsəl üçün onun qarşısında Formalaşdırır. bu haqda yəni sadəcə məzmun deyil, mahiyyətini də qeyd edir deyə aid olur. Nəyə? Pedaqoji prosesin tamlığını tərbiyəçi reallaşdırır. Tamam. Ki, uşaqlar tərbiyəçi müəllim uşaqlara tapşırıq verir. Tapşırığı verəndən sonra uşaqların nailiyyətini dəyərləndirmir. Bu zaman pedaqoji tələblərdən hansını pozur? İnkişaf yönlü. Yönümlü pozur da elə. Müəllimlər əl işarəsini qaldırın istəyirsiniz və yaxud chat bölməsində yazın, baxıram. Yaxşı Aytən müəllimə, bir də siz mənə deyin. Hansı pedaqojun tələbini tərbiyəçi müəllim pozur əgər ki, uşaqların bir qisminə əyani vəsaitlər verir, oyuncaqlar verir. Məsəl üçün, asudə vaxtın səmrəli təşkili var da. Orada uşaqlara oyuncaqlar verir, uşaqlar oynayırlar. Amma bir qismində kənarda oturtur ki, sakitcə səs etməyin. Bu zaman Bərabər hansı imkan. pozulur? Ay, Bərabər sağ olun. imkan. Bərabər imkanlar, düzdür. Çox sağ Dəstəkləyici olun. mühiti infrastruktur. Aha. Burada əsasən nəyi pozur? Bərabər imkanları pozur. Bir qisminə qərəzli davranır da, yarısına verir oyuncaqları, digərinə o şəraiti yaratmır. Bərabərlik pozuldu. Yaxşı, hərənizə biraz sual verəcəm. Lalə müəllimə. Lalə müəllimə, siz mənə deyin, əgər tərbiyəçi müəllim görür ki, uşaq tapşırığı yerinə yetirərkən onun öhdəsindən gəlmədiyi məyus olur, özünə qapanır və müəllim sual verir ki, niyə oturursan, niyə onu yerinə yetirmirsən? Deyir ki, müəllim, onsuz da mən dağılmayacam, onsuz da bacarmayacam. Deməli, əgər tərbiyəçi müəllim uşağı burada həvəsləndirsə, misal üçün ona dəstək olsa, pedaqoji tələbin hansını reallaşdıracaq? Uşaq yönümlülükdə uşağın dəstək olsa, həvəsləndirsə, icazə verməsə ki, o özünə qapansın, sağlam mənəvi psixoloji mühiti qursa düzgün şəkildə hansı olacaq? inkişaf Ay sağ olun, çoxunuz düz yazırsınız. Bəli? dəstəkləyici. Ay sağ olun, dəstəkləyici mühiti. Yaxşı, bəs mənə deyə bilərsiniz, əgər tərbiyəçi müəllim uşaqların yaradıcı potensialını inkişaf elətdirmirsə, yəni uşaq deyək ki, deyir müəllimə, mən rəsm çəkmək istəyirəm, müəllim deyir, xeyr, çəkə bilməzsən, otur oturduğun yerdə. Nəyi pozur? Nə olar sizə? Baxın, uşağı nəzərə almadım, uşağın istəyini nəzərə almadım. Uşaq Xeyr, yönümlülükdə fəaliyyət uşağın istimlaşdırılması deyil. Uşaq yönümlülük. Ay sağ olun. Yaxşı, çox sağ olun. Türkan müəllimə, sizlə davam edək. Bəli, müəllimə. Türkan müəllimə, siz mənə deyin. Əgər tərbiyəçi müəllim deyək ki, görür ki, uşaq şeir danışır, amma şeiri ifadəli danışmır. Və tez uşağı dayandırır, deyir ki, bax, yaxşı danışırsan əslində, amma biraz da ifadəlilik qat. Bu zaman
hansı tələbi reallaşdırır? Mən axı nə eşitmədim. Deyir, şeiri danışır, uşaq sonra nə Ha, edir? şeiri danışır. Tərbiyəçi müəllim də nə edir? Yaxınlaşır, deyir ki, bax, sən şeiri qəşəng danışırsan, yaxşı danışırsan, bəyəndim. Biraz da belə deyim, vurğuda və yaxud intonasiyada və yaxud ifadəli oxumursan da burada zəifliklərin var. Onları da aradan qaldırsan, əla olacaq. Deməli, hansı pedaqoji tələbi reallaşdırır? Dəstəkləyici. Dəstəkləyici Bu da olmaz. Həvəsləndirirəm uşağı. Rəy verirəm. Bəli, bəli. Uşaqları şeydir, yəni həvəsləndirir, uşağı daha da stimullaşdırır. Necə idi adı? Adını deyin mənə tələbin. Variant verim sizə. Bəli, verin. Baxın, biri var bərabər imkanlar, biri var deməli inkişaf Bərabər yönümlü, biri imkanlar. də var fəaliyyətin stimullaşdırılması. Fəaliyyəti stimullaşdırır burada uşağın. Fəaliyyətin stimullaşdırılması. Yaxşı. Evet. Daha sonra tərbiyəçi müəllim